Ramazan ayından çox keçməyib də bir ay biz ağlımızı azad eləməklə məşğul idik. Həva-i nəfs deyir ki, gözünün qabağındadır, götür o soku iç. Ağıl deyir, yox, bundan başqa aləmlər var, gedək görə orada nə ləzzətlər var. Bir ay ki, sən ağlın sözünə qulaq alsan, onu görürsün nə qədər ləzzətli olur həyat. Sən o oruc hissəsini çıx, təəssürat hissəsi var, halın, nə gözəl hal, darıxır adam. Ləzzət olur da ləzzət, keyf olur, başqa bir aləmdə insan yaşayır. Çünki ağıl azad olub. Həva-i nəfs deyir, yemirəm. Bir dənə onu yemirəm deyir bir müddət. Sonra Ramazan ayı bitir deyir, yenə bu yolu davam elə. Orucun öyrətdiyi yolu. Yemək məsələsi, prinsip nədir? Götür o, təməli götür orucdan, oruc nəyi səni aşıladı, onu da götür, yolu davam elə. Həmin oruc prinsipi ilə davam elə. Oruc yolu ilə. Bəzən faciə nədədir? Həva-i nəfs ağlı əsir eləyir, gör kimə gedir, əsir olur və bu cümləni yadda saxlayın. İnsana kamilliyin zirvəsini göstərməyə, belə deyək, insana kamilliyin zirvəsini göstərməli olan ağıl insana cinayət yollarını göstərməyə başlayır. Cinayət eləməyin yollarını göstərməyə başlayır. Kiçik məqsədlər tor kimi sarılır adama. Ancaq düşünür ki, bunu necə eləyim, xırda məqsədlər. Sevinci bunun üçün, qəmi bunun üçün. Oturub ağlayan görmüşəm. Nə üçün? Uşaq kimi oturub ağlayır. Dünyavim hansısa cılız məqsədlər üçün.